Ehtiram Hüseynov bizim Respublikamızın əməkdar artisti hal-hazırda bizə baxır. Mənim Ehtiram müəllimə o qədər böyük hörmətim var ki, Ehtiram müəllim doğrudan da sənətin zirvəsindədir və Allah ona can sağlığı versin. Ehtiram bəy yazır, əvvələ salamlayırıq. Yazır ki, salam qardaş, nə var, nə yox, nə tərsən? Tacir Şahmaloğlu böyük hərflərlə o sənətkarlardandır ki, onun arxasınca onlarla müğənni, xanəndə düşüb, bəhrələnib, mən özüm də Tacir müəllimi çox dinləmişəm. Bəli, məktəbdir. Əgər bir ifaçını eşidib onun kimi oxumaq istəyirsənsə, deməli məktəbi, diplomu boş verini, o qədər diplomlu oxuya bilməyənlər var ki, sayı hesabı yoxdur. Bunu ona görə deyirəm ki, doğrudan da Tacir Şahmaloğlu'nun sənəti hara gedirsə, müqayisə olunmazdı. Ehtiram, bayaqla bir irad gəlmişdi bu sənətkar sözü ilə bağlı, demirəm kim deyib, amma sən mənə daha çox motivasiya verdin və mən fəxr edirəm ki, biz sənətkarımıza qiymət veririk. Allah ona can sağlığı versin. Tacir müəllim, var olun. Elə sonda da sizin ifalarımız da davam ediyor. Buyurun. Mən bunu oxumalıydım bu günləri. Buyur. Balam görmüşəm, sevmişəm, istərəm sənin edin nə çarəyəm. Sevmişəm, istərəm sənin idin nə çare.
Uzun yollar qət edərəm, dursa belə yol gözümə. Əmanət etmərəm səni sağ gözümdən sol gözümə. Harda bir bəyzadə görsəm, eşqə düşərsə yolçudur. Aləmin mənə borcu var, canım da sənə borcludur. Yaşadığın hər an gözəl, sevinç nədir, kədər nədir? Əllərindən içirəmsə, şərbət nədir, zəhər nədir? İlahi belə də gözəl olarmı? Şimdi qələm çəkən nə gözəl çəkir. Göz gözə seyirlərmişik. Nə mən göz çəkirəm, nə gözəl çəkir. Güney gözlüm güzellikte biricəsən. Gül üstündeyən ağrıya bak biricəsən, biricən sen. Gül üstünde ağrıya bak biricəsən. Gör gülün nazını ne güzel şekil. Gel Mehmediye Salman, gözünle güzel. Gel Salma Mehmediye, gözünle güzel. Gözüm göz mü görüp gözünle güzel. Ben ölmüş neyim ki? Ben ölmüş neyim ki gözünle güzel? Ne bir gönül doyur, ne güzel çekir. Ay qız kimin qızısan? Ay qız kimin qızısan? Almadan qırmızısan. Atan səni bəsləmiş, atan səni bəsləmiş.